Salam, hər vaxtınız xeyir, xanım, necəsiz? Çox təşəkkür edirəm sizə, rəssama. Çox sağ olun. Portreti çox bəyəndilər və evin ən gözəl yerinə qoyublar. Çox sağ olun. Bizi götürdük. Ailem çok beğendi. Onlara sürpriz elədim. Getdim elə divardan astım özüm. Akşam eve gələndə oğlum, yoldaşım baxıb doyamadılar. Ustaya da Instagramda da yazmışam. Instagramını da bilmirəm, siz mi idarə edirsiniz yoxsa rəssam Musal bəy özü mü? Yazmışam, təşəkkür edirmişəm, nə bildirirəm, təşəkkür edirəm. Səhifənizdə də paylaşın. Paylaşmanızı çox istəyərdim. İnşallah izləyirəm daim sizi. Öz səhifəmdə də qeyd eləmişəm. Çok sağ olun. Allah razı olsun. Çox möhtəşəmdir də, yəni həqiqətən. Yəni əlləri qolları var olsun. Çox möhtəşəmdir. Yəni belə açıq belə gözləmirdim. İnşallah bu gün nə vaxt səmir? Hiç gözləmirdim. Yəni belə bir şey ağlımıza gəlmədi də. Belə mən fikirləşirik ki, bu Nə ola bilər? ola bilər, nə ola bilər. Bu heç ağlımıza gəlmədi. Biz bir gün sonra. Teşekkür ederim. Çox gözəldir. Yəni bizim belə şəklimiz, belə çəkilmiş olmuyor. Balaca bir dənə anam çəkib mənim öz şəklimi. O da belə maraqlanır. Kəsgahdır. Amma belə professional. Bu bu şəkildə sizin şəkil biraz nifoksuydu. Nifoklayan bulanıq idi biraz. Özüm biraz belə çəkdim ki, bir də açıq deyim. Əvvəllər belə fotosessiyanız çoxdur, son vaxtlar yoxdur. Mən həmişə istəyirəm son vaxtlara yaxın bir şəkil çəkim. Amma tapmadım. Hələ həmin vaxtlardan bir şəkillər tapdım. Olan arasından sizin şəkil fokusuydu. Baxdım tam farklı etündə yalnız hiss edirdim. Dedim məncə bu şəkil daha yaxşı. Çok sağ olun. Çünki iş elə bir işdir ki, vaxt aparan bir işdir. Disiplin olmasa gərək günlərlə, aylarla oturub bir şəkil işləyəsin. Amma həm sifarişlərimi çatdıra bilim, həm də istədiyim şeylər çəkə bilim deyə məcbur. Misal, Üminin toruna baxsan, elə bilsən ki, təbii ki, gənclərdir, amma adam fikirləşməsi onların övladları, universitetdə, Bəli, ikinci kursda böyük olur. boylarından böyüdür. Əslində mənim 44 yaşım var, yoldaşım 40. Neyse. Mən də beş böyüksən çox. 44. Torunu qardaşıdan. İlxan qızı, amma məncə İlxan böyükdür. Məndən 2 yaş böyük. 79-cu. Belediyə teatrında o da işləyirlər. Mən uzun müddət bir veriş aparmışam. Bəlkə də Space-də. salma görüm bu verişi. Dublbon verişi var Space-də. Vaxtilə. Xeyli müddət olub, yadımda. 7 ilə varmışam onu. Ödə, deyim ki, 2005 6 zat o illər. O illərdə 2014 qədər davam edirdi. 2014-ə qədər davam edirdi. Siz əsas tanıtım, bax 2 ay olmuş. 2 aymış ya. Əsas oradan. Dəstəmsiz. Orada Elxan da var da. Arada klipdə Elxan yoxdur. Elxan da çəkilmişdi, gəlmişdi, amma ictimai televiziya çəkdiyində. Deyirəm də o qaçıb şeylər O yapmışlar. başqa klipdə. İkimizin də qismətinə düşüb gəlmişdim oynamaq. Biz buradan saçıb, məsələn, boş kağızla başlayırıqsa, elə eyni ilə deyək ki, buradan başladıq. Mən çənənin harda olduğunu harda biləcəm, düzdür. Ona görə də nə edirik? Ən gözəlini. Bunun yerini qoyulur. Ondan sonra bura ən yaxın yer saçdır. Bunun ölçüsünü təqrib eləyə bilərik. Səhv eləyə bilərik %10, %15. Amma %90 ən azından tapa biləcəyik ki, bu saçın bu hissəsi hardadır, düzdür. Bundan sonra sadəcə qaşın yeri. Sadəcə qaşın yeri və qaşıda ən yaxın göz. Bunları çəkdik bu hissəni. Qıraqlara çəkirik. Sadəcə bu belə düşür. Sonra burnun xətti. Burnu çəkdik. Bundan sonra üst olaq və bu. Orta xətt, sonra alt xətt, çənənin xətti və bu. Bunları çəkəndən sonra keçirik bu hissə hazır. Çənənin yerini tapır. Keçirik belə. Qaş buradadırsa, qaşı ən yaxın bu hissədir. Məqbulan yerini qoya bilərik. Gətirdik, bu dodağa ən yaxın hissə və bu əsas buna həmçinin diqqət edin. Dodağın hansı tərəfindədir?
üstə dönür, aşağıda dönür. Bunun tatlısı vəssalam burada eynilə olduğu için. Buralar zaten rahatdır. Orta məktəbdə 1-ci sinifdə əlifbanı məsələn nə qədər vaxt öyrənirlər. Sonra 2 hərf, 3 hərf birləşdirməyi, amma sonra əlifbanı nə qədər vaxt öyrənirlər. Sadəcə hərfləri hər cür yazdırırlar. Bir uşaq neçə saat oturur, nə qədər oturur bu hərfləri yan-yana eyni yazı bulur. Bir elə düşünürsünüz, sadəcə 3 ay özünüzün müəllimi olun və eləyin bunu. Mənim keçdiyim partiyada heç birinizin keçdiyi oxşamayacaq. Sizin keçdiyiniz partiyada mən oxşada bilmirəm. Çünki hər kəsin baxışı fərqlidir. Çəkməyini demirlər. Çəkmək əl qabiliyyətidir. İstedad bizim baxışımızdır. Eyni partiyada ikiniz də çəkən rəssamla bu rəssamın çəkdiyi fərqlənəcək. Burada o pis çəkim, bu yaxşı çəkim deyil. Sadəcə baxışımız fərqlidir. Sadəcə məsləhətləşmək istəyirdim ki, bu şəkilləri zəhmət olmasa baxın. Hansı daha dolğun, hansı daha maraqlı olar? Siz təqribi ölçülərə baxın, bu divarda asılan ölçülər standart ölçülər. Siz təqribi hansı ölçülər istəyirsiniz, o ölçüyə görə deyə bilərsiniz. Məsələn, bu şəkil o ölçüdə yaxşı görsünüz. Məsələn, bu yoldaşı ilə da xanım, yəni bu yəqin ki, enli olmalıdır. Hər halda 2 nəfər yoxsa necə? Yox, şəkil eninə də ola bilər, uzunluğa da ola bilər. Onda ölçü dəyişmir. Sadəcə böyüklük və balacalıq məsələsidir. Lap yaxşı olar ki, bütöv ola da uzundan belənsən, yəni dedim maraqlı, cəlb edici görsün. O əslində yəni otağın başına vurmaq üçün yəni o otaqda məsələn bizdə deyək, burada patolog biraz daha alçaq. Patolog nə qədər hündür olsa, şəkil o qədər balaca görsənir. Ona görə məsələn ən çox seçirlər ki, məsələn divarda sağ-sol hər yer boşdursa, o şəkil orada çox balaca qalır. Amma məsələn yanında şkaf falan, televizor varsa o şəkil olduğu böyük görsənir. Təqribə götürəndə sizin... Bir həftə 10 gün müddətindən hardasa, əgər tələsik deyilsə... Yox, elə 10 günə yaxşı olsun. Məsələn, 10 günə hədiyyə kimi təqdim edir. Mən 10 gün deyirəm, amma məsələn başlayıram, bəzən elə şəkil olur, çətinliyi, rahatlığına görə. 3 günə də bitən olur, 5 günə də bitən olur, ya da elə rahat olur ki, 1 günə də bitirir. Bitirən kimi çəkib göndərirəm ki, hazırdır şəkil. Ata ilə ana çəkiləcək. 70'in 110'u uçur. Burada ana ilə ata ama biz burada yaxşı. Bundan istifadə etmək olur. Burada ata çox yaxşı düşür, burada anamın yaxşı deyil. O bədən bütöv olmasından burada da var, həm yüz olar, burada yaxşı. Burada atanın istifadə etmək var belə yan-yana, sadəcə yüz bu tərəfə baxır. Bu yüzdən gedərmi orada? Bu yüzdən. Biz yan dayanır ama bunun üzəri yox, duyur. Bunu da qeyd edər, hardasa bir həftəyə 10 gün arası. Qızıl işləməli rampı ilə 70'in 110'u. Tamam. Gelin. Dadadadam. Wow. Çim var burada. Allah kıyadımdan çıkmış. Buna bak kıyadımdan çıkmış. Şuradan. Sen de oyuncu olmuşsun. Şu bak, sen gel kucağa sonra. Göster, öp kucağa sonra. Göster bana bak. Gel gel. Hoşun kaba. Şu bak, içericini Atma, tez ol açma. Açalım bunu. Açalım bunu, Cece açalım. Cece açalım. Ne güzel dinle, sen bizim boyda deli. Aferin. Hep böyle oku. Gel gelsin. Hep böyle Beyden, gel bacı, hep böyle oku. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday. Happy birthday to you. Aferin. Aferin. Başka bir şey. Öpüleyin. Kafiyen nur olsun. Gel o ben okuyayım. Aferin.